30 illik təcrübəm göstərir ki, kişilərin 80% xəyanətin səbəbi qadının onun şuuraltı olaraq itələməsindən irəli gəlir. Sizcə qadın kişinin şuuraltı və şuurüstü olaraq itələrsə kişi nə etməlidir? Dəyərli izləyicilərimiz, bu gün son dərəcə həssas və bir o qədər də mübahisəli mövzu olan xəyanətdən sonra bağışlamağın mümkün olub olmaması haqqında danışacağıq. Kişi xəyanətdən geri qayıdanda həyat yoldaşı onu bağışlamalıdırmı? Bağışlamaq nə qədər doğrudur və nə zaman düzgün seçimdir? Parapsixoloq Şahsəddin İmanlı olaraq bu suala mənəvi və parapsixoloji aspektdən ətraflı şəkildə aydınlıq gətirmək istəyirəm. Xəyanət təkcə fiziki deyil, emosional və mənəvi yaralar da açır. Qadın və kişinin münasibətində inam zədələndikdə münasibət təməlindən sarsılır. Amma xəyanət edən insan geri qayıdıb səmimi şəkildə üzr istəyəndə və münasibətini bərpa etmək istəyəndə vəziyyət necə dəyişir? İlk növbədə hər bir münasibətin fərdi olduğunu qeyd etməliyik. Hər ailənin, hər qadının, hər kişinin təcrübəsi fərqlidir. Amma ümumi mənzərəyə baxsaq, xəyanətdən sonra bağışlama qərarını verərkən bir neçə mühüm amili nəzərə almaq lazımdır. Birincisi, əgər xəyanət impulsiv, ani və təsadüfi bir hadisədirsə, bu fərqli müzakirə tələb edir. Yoxsa davamlı, uzun müddət gizli şəkildə davam edən bir münasibət olubsa, bunun bağışlanması daha ağırdır. Xəyanətin səbəblərini araşdırmaq problemi kökündən həll etməyə kömək edə bilər. İkincisi, parapsixoloji nöqteyi nəzərdən kişinin bağışlanmasını istəyərkən onun səmimi olması, günahını etiraf etməsi və öz üzərində ciddi şəkildə işləməyə hazır olması çox vacibdir. Əgər qarşı tərəf peşmanlığını sadəcə sözlə deyil və davranışları ilə də göstərirsə, münasibətin yenidən qurulması üçün bir şans yaranır. Üçüncü, bağışlamaq sadəcə sözlə ifadə olunan bir şey deyil. Bunun üçün münasibətin yenidən qurulması, qarşı tərəfin xəyanət etdiyi tərəfin etibarını yenidən qazanmaq üçün ciddi səylər göstərməsi lazımdır. İnamsız münasibətin davam etməsi uzunmüddətli parapsixoloji təsirlər yarada bilər. Dördüncü, bağışlama qərarını verərkən özünüzü qurban kimi hiss etməməlisiniz. Özünə hörmətinizi və mənəvi sərhədlərinizi qorumaq ən vacib məsələdir. Özünüzü və emosional sağlamlığınızı birinci olaraq götürməlisiniz. Beşinci, bəzən xəyanətin yaratdığı travmaları təkbaşına aşmaq mümkün olmur. Hər şeydə səbəb və nəticədən yaranır. Təsadüfdən yox. Bu vəziyyətdə mütəxəssis yardımı almaq, məsələnin psixoloji tərəflərini daha sağlam şəkildə analiz etmək çox faydalıdır. Burada vacib olan qadının özünün məcbur hiss etməməsidir. Bağışlamaq yalnız qadının daxili rahatlığı və münasibətinə verdiyi önəm əsasında könüllü şəkildə qərar verəcəyi bir məsələ olmalıdır. Qadının özünün günahkar hiss etməməsi və öz dəyərlərini, mənəvi rahatlığını hər şeydən üstün tutması vacibdir. Xəyanəti bağışlamağın və ya bağışlamamağın həm mənəvi, həm də emosional nəticələri olur. Bizim müqəddəs kitabımız Qurani-Kərimdə Allah buyurur ki, insanların etdiyi günahlara və səhvlərə görə insanları cəzalandırsaydık, yer üzündə bir insan qalmazdı. Həmçinin müqəddəs kitabımızda digər bir yerdə Allah bizə buyurur ki, bir insanı bağışlamaq ona sədəqə verməkdən də üstündür. Bağışlamaq böyük bir gücdür. Münasibəti daha möhkəm və dərindən bağlaya bilər. Ancaq unutmaq çox çətin və bəzən mümkünsüz olur. Buna görə də münasibəti davam etdirmək qərarını verərkən hər iki tərəf məsuliyyət daşıyır və münasibətin gələcəyini diqqətlə düşünməlidir. Bəzən xəyanətin səbəbi qadının özü olur. Xəyanətə səbəb kimi şuuraltı olaraq kişinin itələməsi, atası ilə münasibətinin düzgün qurulmaması, Allah'a götürülmüş sınaq və karması ola bilər. Buna bəzi səbəblərdən biri də adət və ənənələrdən gələn nəticələr ola bilər. 30 illik təcrübəm göstərir ki, kişilərin
80% xəyanətin səbəbi qadının onun şuuraltı olaraq itələməsindən irəli gəlir. Sizcə qadın kişinin şuuraltı və şuurüstü olaraq itələrsə kişi nə etməlidir? Əgər belə bir problemlərlə üzləşirsinizsə, bizim kimi mütəxəssislərə müraciət edə bilərsiniz. Hər bir münasibət çətinliklərlə və böhranlarla üzləşə bilər. Amma əhəmiyyətli olan bu çətinliklərdən doğru nəticələr çıxarmaq, qarşılıqlı anlayış və hörmətlə yenidən yola davam etməkdir. Sonda xatırlatmaq istəyirəm ki, xəyanəti bağışlamaq və ya bağışlamamaq sizin şəxsi seçiminizdir. Vacib olan bu qərarı alarkən ürəyinizi və ağlınızı dinləmək, özünüzə və münasibətinizdə qarşı dürüst olmaqdır. Videomuzu bəyəndinizsə, kanala abunə olun və fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Gələn videolarda görüşənədək xoşbəxt və sağlam münasibətlər arzu edirəm.